Mən sarı sevmirəm qızlar. Sarı həm də mənə yaraşmaz. Mən qarayam. Hər kəsin öz üzünün rəngi var. İndi sarı rəng var deyə o demək deyil, onu hamı başına yaxa bilər. O insanın simasına gedib getməyəcəyi var. Hər rəngi başıma yaxıb svetofor oxşaya bilmərəm. İnsan gərək özünə yaraşanı eləsin. Mən yaraşmaz axı. Həm yaraşmaz, həm də yaşlı göstərər. Hoşum gəlmir. Kaşdan falan yaraşar, kariçlimi yaraşar, tünd rənglər ancaq. Amma belə açıq rənglər mənə yaraşmaz. Onda gərək mən qaşımı da rəngliyim. Qaşımı da sevmirəm rəngləməyi. Qaşım gəlmir. Qaşa bir dəfə kraska qoydunsa zibil çıxacaq. Açıq rənglər yaşlı göstərir. İnsanı yaşından böyük göstərir. Həm də mən sevmirəm. Yaşlı göstərdi, göstərmədi. Xoşlamıram açıq rəngləri. Bir söz 10 dəfə yazmayın da. Sinir oluram belə insanlara. Səbirləri də var, bəxtəvərləri bir söz 50 dəfə yazanda. Bu qaşqaldağın adına səhifə açıb gəlib başqa qaşqaldağın adını niyə çəkirsən? Ged öz poxlarını təmizlə də sən. Hələ bir adına səhifə açıb gəlir deyə bura qaşqaldaq. Xahiş edirəm ged bir poxlarını təmizlə, sonra gələrsən bu səhifəyə, and verirəm Allaha. Dişovqalar. Mən başım çıxmır, belə kiçik adamların adı mənim səhifəmə niyə yazırlar? Zəhləm gedən şey deyə mənim bu həyatda. Mən əllə vururam. Çünki şotka ilə vuranda tanal yüzümə yaxşı oturmur. Həm də çopur-çopur qalır. Əllə daha rahatdır. Çox vurmuram axı həm də mən. Bir damcı vururam. Rəngim açılsın deyə. Belə məndən olsa heç tanalli vurmaram. Əllə tanalli. Xanım, elə də başımı əlvə qoymusan ki, əllə tanalli. O vaxtda hamı əllə vururdu. Qınından çıxıb qınımı bəyənmirsən. Elə də əlvi başıma qoymusan ki, başın salamat qalmasın. Qaşqaldaq, əlvi başıma nəyə qoymusan? Lütüy burada. Əllə tanalli vururam, zor eləyirəm. Sənə nə? Cəmaat nə qədər pox yir, əlvi heç başıma qoymursan. Mən üzümə tanalli, əlimlə tanalli vurdum, əlvi başıma qoyursan. Heç əli başına qoyulası adamlarda əlvizi başınıza qoymursunuz. Tərsəməzsə fişdirik bəzilərimizdə. Diş toyuq. Böyrü, nə olub? Ged o qınından çıxmadığın qın, sənin qınından çıxartdığından soruş anondan. Deyəcək, bala o vaxtı hamı əllə vururdu. Əllə tanalli vurmaq birinci dəfədir görürsən. Elə də belə eləyir ki, şeylər qırılmış. Əllə tanalli. Vizajist olub başıma. Şotka ilə vuranda qəşəng qalmır. Üzə yayılır, sevmirəm. Çopur-çopur oluruz. Niyə yoxdur? Spons da var, şotka da var, hər şey də var. Onun mahiyyəti nədir ki? Prosto yaxşı qalmır üzdə. Baş bilən işimə qarşılan adamlar görəndə sinir keçirdirəm. Bu küçüyün fake hesabları gəlib bura cəmaatın adını niyə yazır bu küçüyün?
Mən hər tuluya cavab verənəm. Mən ildə bir dəfə cavab verirəm, onda pis cavab verirəm. At sifət nənəndir, qabaq kamera ilə göstərir. Elə bir mənim canlı açmağımı gözləyir. Hələ öz səhifəmdə açmamışam. Bu qoduqların yaxşılardan qıraq gəlirlər bura. Böyrü nədir? Tərbiyəsiz. Böyrü tərbiyəsiz sözdür. Bütün gün deyirsən, böyrüm ağrıyır. Böyürdən keç. Böyrə, böyür tərəfə, böyürdən. Sən niyə qəlbi qarasan ki? Böyür sözü pis sözdür. İşlətmirsən böyür sözü. Hə? Demirsən, böyrüm ağrıyır, böyrüm ağrıyır. Böyrümə vurdular, böyrəyim ağrıyor. İndi nə oldu? Mən dedim pis söz oldu böyrü sözü. Bir iki dənə tula var, gəlib burada adı yazır, filan kəsə cavab ver. Filan kəs mənə nə eləyib filan kəsə cavab verim? De görüm hələ, yoluq. Ya mən TikTok'a baxmıram, görməmişəm. Nə olub? Mənə də çox maraqlıdır, hə, nə olub? Qruplar məni bezdirdi də. Elə bil mənim canlı açmağımı gözləyirlər. Pis yazanlar, baş qoşma. TikTok'dan hər şey qeydiyyatla olacaq da, bilirsiniz yəqin. Ağzının zibilini dağıdanlar da qeydiyyatla keçəcək. Şükür Allaha, 1-2 aydan sonra sizin qaşqaldıq yazılarınız da yoxa çıxacaq. Bundan sonra öz başına girə bilməyəcəksiniz bura. Artıq yazanlar. Salam, salam. Hamısı 0 takipdir, gəlib yazanlar. Özü ad yazdıqları adam, bir normal adamlar ola, cəhənnəm bir. Mən onun kapasitəmə uyub cavab verəm. Siz narahat olmayın. Kim nə dedi, özünə deyir. Deyənlərin də cavabını verənlər verir, boş verin. Hər küçədən hürəlikdə cavab verməyin. Yazılar çox tez gedir. Yazı görmürəm qızlar. Ancaq quş-quş yazılar düşür ekrana. O artıq yazanlar var ha. Nə qədər artıq yazacaqsınız, o qədər yanırsınız. Mənim heç vecimə də deyilsiniz. İnanın Allah. Kim mənə artıq yazır, o evindən, eşigindən ərini boynuzlayanların feykidir. Mənim heç elə adamlar heç vecimə də deyil. Mənə öz tay eləmək istəyirlər, onu da görməyəcəklər. Ona görə də canım, o planlarınızı götürün, soxun bir yerimizə, çıxın, basın bayra. Mən sizin kimlərə vid versəydim, indi Allah bilir haralardaydım. Siz elə ömür boyu da yana-yana feyklərlə qalacaqsınız.
Hə bir də mənim videolar, bəzilərinin videosunun altında mənim şəkillərimi paylaşın. Yanım, partlayın, cırılın. Hələ çox yanacaqsınız. Ki başımıza. Bu evzi yerə sox. Kipriklərim qopub da qızlar. Əlimlə o qədər belə-belə elədim ki, kipriklərimi qopartdım. Bu tuşu qəşəng tuşdur, uzadır, amma çox pis bir şey pisdir ki, kipriyi qopardır. Kipriklərimi yolmuşam. Yo, saçım qaynaq deyil. Eləmirəm da, uzadıram. Çünki qaynaq, nə bilim. Qızlar, bu səhifəni takip edin də, zəhmət olmasa bu mənim iş səhifəmdir. Hara gedirsən? İşə. İşə bir də bir-iki işim var, onları həll eləyəcəm. Kipriyimi doğrudan nə pis günə qoymuşam, ay qız, qopuq-qopuq eləmişəm bacı. Nihat, çox sağ ol, təşəkkür edirəm. Ağır sözləri deyir yenə, necə pis sözlər yaza bilər. Kimi deyirsiniz? Kimi deyirsiniz? Pulun yoxdur tuş almağa. Pulun bura nə aidiyyat var? Əlimdəki nədir? Atavın başıdır, tuşdur da. Seydi bu bəzi insanlar, Allah haqqı. Səhifəmdə nəsə problem var. Heç anladım niyə? Bu səhifənin canlısı o gün qəşəng idi. Düşmüş keşfete. Bir dənə bu girişlər şəxsiyyət vəsiqəsindən olsaydı, bu ağzın qatığını dağıdanlar da yaxşı fızqırd olardı buradan. Allah haqqı. Ailə. Dən bura gəl. O konturu ver mənə orada. De karandaş. Yazılar çox tez gedir. Nihat, təşəkkür edirəm, çox sağ ol. Öyle. Nəyin nömrəsini? Bu da elə hər gün gəlir nömrəsində. Başladılar yerə görməmiş deyə. Hamıdan vırdığıt da. Nə görürsünüz, susuyursunuz. Qur'ana and olsun. 764'dür də. Olmayan adam yoxdur bu andırdan. Görməmiş adam göründə elə bilirəm dədəmi qəbirdən götürüb söyürlər. Ay Allah, necə kifirdir. Asa, necə kifirəm? O qədər kifirsən ki, qəlbin o qədər kifirdir ki, elə də görürsən, ya da məndən zəhlən gedir ona görə.
Rəngi qəşəngdir, çox sağ ol. Bu biraz qurusun. Gül qurusu rəngidir də. Gül qurusu. Burada hələ biraz tünd düşür. Gül qurusu. Mən elə rənglər sevirəm, soyuq tonlar. Dodağı toyuğun bir yerini oxşatdım. Toyuğun bir yeri yəqin sənin çox başvuru çox soxublar. Aylin oradan darağı ver mənə. Başın oradan çıxmır ki, toyuğun orasında yaddan çıxardasın. Yəqin darda qalanda başı ora tez-tez soxurlar sənə. Mənim 33 yaşım var, elə toyuğun o dediyin yerini bir dəfə görməmişəm. Ver. Nihat, teşekkür ederim. Kifrik kaynağı eləyim görəsən. Eləmək istəmirəm. Kifrik kaynağı da qoyanda özümü qədər narahat hiss edirəm. Elə biləm, gözümdə yük daşıyıram. Aylin. Bura gəl bir də. Orada quru salfetka var. Olmalı da orada quru salfetka. Yoxdur. Hə, yox, buradadır. Yazıq Aylin. Yazıq niyə olur? Şükür Allah anası yanında. Yetimxanada döyür, bir şey döyür. Yazıq niyə olur ki? Yazıq sənin doğduğun olsun. Əkdiyin də üstündə. Git kızı git. Burada artıq yazanları vızqırt eləyəcəm bloka, bir də bu səhifə. Burada artıq yazanlar mənim orijinal səhifəmdə blokda olanlardır. Konkret bu qız bəzənmək bilmir. Nə bəzəndim ki, bəzənmək də bilməyəm. Sənə kimi saatlardan qrim eləmədim ki. Gündəlik adi makyaj elədim də. Bu qız bəzənmək bilmir deyəndə ki, elə danışsan ki, ki, saatlarla burada qrim eləyirəm. Nə bilim, baxacam da. İstəyirəm əslində. Qaşlarımı düzəltdirim sonra. Bu qız demişkən. Nətər deyirdi? Gözələm özümə. Qaşlarımı düzəltdirim. İndi mən də neçə ildir qaşlarımı düzəltdirə qalmışam. Özümə verdiyim təsəllilər qutarmış. Soldururam, salfetka ilə silmirəm, soldururam. Salfetka soldurur da, rəngi çox şey eləmir, abartı. Gül qurusu biraz şey rəngdir. Abartılı rəng. Rəngi yaraşmır. Mən üçün yaraşır, mən yaraşdırıram. Çox da qəşəng yaraşır. Realla kamera bir deyil axı. Kamera həyatdakı kimi deyil. Saçımı bir dənə uzadıb səmtimi bu tərəfə eləyə bilsəydim. Mən düz ayırmağa yoruldum da, düz ayırmaq istəmirəm. Uzansaydı çolkam.
saç uzanır, çolka uzanır, çox gec uzanır. Çolka niyə belədir? Öz saçın deyil, qaynaqdır. Hə, qaynaqdır. Problem var. Nəsə problem var canım. Tutaq ki, qaynaqdır. Sənin nəsə dəxli var? Aleykümselam. Bu səhifəni kimsə Aylin canından da olsun. Qəşən vurur da yəni. Bu düzdür, mənim vecimə deyil, iş səhifəmdir. Bəzilərinə səslənirəm. Nə qədər məndən əlləşəcəksiniz, Allah elə cəzanızı verəcək. Mənim səhifələrimi bağlatdırmağa çalışan 2-3 dənə tulalar var ha. Ona görə elə bu gündəsiz. Qalım biganə necə mən? Çatdı özünüzü nə cırırsınız? Qaynaqdır, qaynaq deyil. Sizə nə dəxli var, nədir? Tutaq ki, laf qaynaqdır. Sənə nə? Özünü nə cırırsan burada bayaqdan çatdı? Biri burada özün cırır, dağıdır, lezvalayır. Nə olur? Ləlüyün ha. Laf qonşunun saçıdır, sənə nə? Özün cırdı, dağıtdı. Elə bil məhkəmədə oturmuşam, buna nəysə sübut eləməliyəm mən. Giş toyuq. Sənə nə saçım nədir? Sizdən pişdim. Ömrə yazıb burada biri gözdə, onu vızqırda eləyəcəyəm. Cügəm. Başın yekədir. Başım yekədir. Neyim görürsən? Gedim balacalaşdırım başımı. Başım çox yekədir. Dəhşət yekədir başım. Nə qədər paxıllar var. Uşağı söyür. Mənim uşağımı söyən evdə öz uşağına hörmət qoymayanım. Elələrine baş qoşmuram. Ulan məqsədi məni cırnatmaqda, onu da görməyəcəklər. İstəyirlər məni də öz poxlarına salsınlar, qrupla gəlib. Onu da görməyəcəklər aşkı. Mən onların üzdüyü poxda üzmürəm. Ona görə də fikir vermə. Hürüb gedəcəklər. Hamısı paxıllığın əlamətidir. Baş qoşma dinəm. Onlar mənim o orijinal səhifəmdə blokda olan adamlardır. İtin peşəsidir hürmək. Bəli. Boş ver. Söyür də.
Baş başına. Kimisə söyüşü uşağa keçmir aslında. Uşağa söyüş keçmir. Boş ver. Tüfeğimin əcrinə qoymuşam mən. Bir 3 aydan sonra TikTok'a girmək qeydiyyatla olacaq. Mən uğursuz aşbırmanı görəcəm. Bu dəmirdir, başımı sıxır. Qeydiyyatla olacaq da. Biz belə şəxsiyyətsiz girə bilmərik. Onsuz da biz şəxsiyyətsiz girmirik canlıya. Amma da şəxsiyyətsiz heç kəs girə bilməyəcək. İcazə yoxdur. Mən nə bilim, qanun elə çıxıb. Mən hardan biləm? İndi zırtdı pırtdı zırtdı elə olacaq da. Valla mən elə eşitmişəm. İnşallah TikTok bağlanar. Oturub Allahdan TikTok'un bağlanmağını arzulayacaqlar. Bir ağ günə çıxmağı arzula. Bir Allahdan özünə bir xoşuşun arzula. Qaşqal bax. TikTok'u silmək üçün Allah'a niyə yalvarsan? Götürüb atırsan zibil kutusuna, pis o da. Məcbur soxublar başı bura. Bəzi insanlar mənə çatmır. Gör Allah'a nə qədər boş-boş məşğul edən insanlar var. Ay Allah, nə olar TikTok bağlansın. Həqiqətən bəzilərimizin başı bir yerimizdədir. Sonra da özünüzə lazımlı duanı Allah eşitməyəcək. Çünki gic-gic dualara görə məşğul edirsiniz. Ged öz günüvə dua elə də. Səysən sən. Bu mənim iş səhifəmdə aşkım. Yox, otur TikTok'a görə Allah'a yalvarır. TikTok'a görə Allah'a niyə yalvarırsan? Götür, sil cilmədən. Kimisə görmək əsəbə toxunursa, at bloka. Nə özünə əsəbləşdir, nə başqalarına. Yox, çünki sənin için qurtludur. Gələk gedib artıq nəsə yazasan, insanların ürəyini bulandırasan. O qədər bədbəxtsən ki, fake hesabla girib özün kimi cəmaatı bədbəxt eləmək istəyirsən. Günel, çox sağ ol. Allah bilir yaşayışın nədir, nə deyil. Özün o qədər bədbəxtsən ki, girib insanlara da artıq yazırsan ki, kiminsə qanın qaraldıb öz günüvə salasan. Heç vaxt xoşbəxt insan gəlib burada artıq həsi söz yazmır. Nə də ürəyi xoşbəxtlikdən əlavə ürəyində xainlik olmayan insan gəlib burada artıq söz yazmır. Lap nə qədər dişofqa, nə qədər əksi adam otursun burada. Düz keçir, baxmır, ya blok edir, ya da girib artıq nəsə yazmır. Gör sənin özün nə qədər dişofqa, əksi adamsan ki, girib o sözləri yazırsan. Valla düz deyirəm. Özünə hörmət edən insan girib dişofqaya belə artıq söz yazmır. Baxmır, keçir, ya da blok atır. Heç vaxtın da ayırmır ona. Sən deməli burada girib artıq nəsə yazırsan, hətta mənə baxa-baxa. Deməli sən məndən abişniksən, mən səndən artığam. Məndə olub səndə olmayan nəsə var ki, tək mənə aid deyil, bütün canlılara aiddir. Girib baxıb hələ bir artıq sözdə yazıb, hələ bir saatlarla oturub baxırsansa da, deməli sən o insanın gizli fanatısan, amma onda olub səndə olmayan nəsə var, yandırır səni. Başqa açıqlaması yoxdur. Paxıllıqdan başqa bir şey deyil. Hələ bu mənim öz səhifəm deyil. Hara gedirəm bəzi səhifələr quyruq kimi gəlir. Edə bil məni güdür aşkım. Ləvan atsın artıq söz yazaq. Hə yaz da, yazanda sənə verirlər. Medal verirlərsə yaz, problem deyil, mən razıyam. Yox, öz saçımda.
Bu arada bu mənim iş səhifəmdir. Mən buradan çörək qazanıram da. Öz səhifəmdə vururlar. İndi xarici deyə çox vura bilmirlər. Amma bu iş səhifələrimi də vuranlar vurur. Özə biləm hansı qoturlardı. Onsuz da Allah vurduğu qədər vurub sizi. Heç olmasa biraz savab işlər görün. Heç olmasa poxların içindən çıxın. Mənim səhifələrimi az ona buna vurdurun. Bədbəxtlər. Öz gününüzə biraz gedin, ağlayın, yaxşı. Öz bəylərə xoşsa alabilirim. Olsun. Ağzım da elə bir yırtıqdır. Aleyküm əssalam. Ay qız 18 Pro Max çıxıb, gördünüz, nə qəşəngdir. Biri boşqab şəklində çıxıb, biri nə bilim nə şəklində çıxıb, biri 3 bucaq, biri 4 bucaq, elə bil güzgüdür. Allah bir onu neçəyə qoyacaqlar dədələrinin qiymətinə. Bir 5-6 minə gələr. Çıxmayıb, çıxır, göstəriblər nə şəkildə çıxacaq. Sentyabrda çıxacaq da yəqin. Prosta başqa cür çıxardıblar, belə güzgü zat formasında. 3 günc, güzgü, 4 bucaq. Telefondan çox hər şey oxşuyur. Bardov rəngi olmağı yaxşıdır. Qoy elə qızlar alsın, oğlanlar ala bilməsin. Oğlanlar arvad kimi bardov işlətməyəcək ya. Elə hər sentyabrda çıxardırlar. Bu il almayacam. Sən öl boş şeydir. 17 aldım da. Boş şeydir. Biri-birindən fərqlənmir. Elə bir damcı üstləri fərqlidir, dizaynları. Pul tələsi damcısı. Sən Allah. iPhone-un yaradıcısı qazanacaq, biz pul tökəcəyik. Hamısı eyni şeylərdir. Alıb zad eləyən deyiləm. Alsam da gözləyəcəm qiyməti düşsün sonra. Boş şeydir, Allah haqqı. Üst formaları başqa cür olur. Ya da kameraları biraz balaca, biraz böyük çıxır. Ya da 3-4 dənə kamera artıq çıxardırlar. Belə heç bir fərqi yoxdur 17-nin 16-dan, 16-nın 17-dən. Bitləri biraz dəyişilir. Balaca, böyük. İndi də bilmədi 18-i nətər çıxartsın. Gah 3 bucaq çıxardır, gah 4 bucaq çıxardır. Güzgü kimi çıxardır. Daha nətər çıxartsın, qalmayıb baxışı. Yo, saçımı fenləməmişim, yub qurulamışım. İçi eynidir. Hə də alan deyiləm, rədd olsun. Çıxacaq da ama sentyabrda. Ucu formaları çıxıb nə cür çıxacaq, amma hələ Azərbaycanda gəlməyib. 17 sentyabrda çıxır deyəsən. Həmişə haçan çıxır. Qaşlarım. Qızlar, bu səhifəni takip eləməyənlər takip eləsin, minnoşlarım. Mən çıxım. Səhifəm keşfətə düşmür bu səhifə. O gün elə qəşəng düşmüşdü ki, səhifədə nəsə problem var. Payızda nədir? Mən indi məcburam da, məsələn, video çəkirəm, nə bilim, canlı açıram, keyfiyyətə görə məcbur açıram səhifə, telefon alıram. Allah haqqı mən adi sosial şəbəkə zat işlətməsəm, Quranan da olsun hələ də bəlkə 14, 12, 13 işlədirdim. Niyə? Çünki önəmsəmirəm. Məcburam. Video zat çəkirəm deyə, məcbur keyfiyyətə görə, hə, adam almaq istəyirəm. Məndən olsa Allah haqqı almaram. Elə eyni şeylərdir. Pul tələsidir. Prosta video zat çəkib edirəm deyə, keyfiyyətə görə, canlıya görə məcbur adam dəyişir. Amma lazımsız şeylərdir valla.
Allah and olsun deyirəm, bu qadınları geri salan ərsiz, bu qadınları geri salan kişilərdir. Ərsiz nə qəşəng özlərini irəli aparırlar. Ərin bura nə dəxli var ay xanım? Niyə geriyə salan kişilərdir ki? Kişi var ki, qadına dəstəkdir, dayaqdır. Niyə? Yaxşı kişilərin prosta qədrini bilməyən, gözü başı qaynayan, ya Katarina qadınlarla normal qadınları səhv salma. Qadın var ki, əri yanındadır, ya Katarinadır, gözü doymur. Ya Katarina bilirsən də nədir? Ya Katarina odur ki, biri ilə yetinmir. Bildin də o. Ya Katarinalarla normal qadınları səhv salma. Ərinin yanında bir qadının gözü başı qaynırsa, o qadın ya Katarinadır. Niyə o qədər əri olub dəstək olan qadınlar, yoldaşına dəstək olan kişilər var ki? Elə demə, niyə elə deyirsən? Bütün kişilərlə bir tutma sən. Kişi var ki, qadınına dəstəkdir, əlindən tutur, qalxmağına kömək edir. Qadın da var, nankordur, ya Katarinadır. Yaxşı kişinin qabağına normal qadın çıxır, yaxşılardan qıraq, bəzən. Yaxşı qadın da qabağına normal kişilər çıxır. İndi Allah uzaq elədi, eləmədi, elədi də. Ya Katarina, yəni şorgöz qadınlara deyirlər də, o vaxtı gözü doymayan, gəzəyən qadınlara elə deyirlər. Vallahi kişilər var ki, 5 barmağın 5'in bal eləsin, soxsun arvadının gözünə, yenə də arvadın gözü başı qaynayacaq. Kişi də var ki, arvadına bir dənə corab almır, arvadın gözü ondan başqasını görmür. Yəni daxildən qriyyət başqa şeydir. İnsanın qadın var ki, soxursan 100 dənə kişinin içinə, yenə də olduğu kimi çıxır. Qadın da var ki, soxursan 100 dənə kişinin içinə, bəhanə edir ki, 100 dənə kişi idi, çıxa bilmədim. Yəni insanın öz xislətindən asılıdır. Ərsiz, ərli olmaq, ərsiz olmaq, bunun heç kəsə adiyyatı yoxdur. Qabağa gedən qadın ərlə də gedir, ərsiz də gedir. Kişilər qadınları dala onda salar ki, hə, yaxşı qadının qabağına sən demiş, anormal kişi çıxar təhsilindən, nəyindənsə, əlinin bacarığından salar geri. O da qadının öz ağlı. Canlı düşüb, hə, düşüb. Aynur xanım, deyəsən sizin göz probleminiz var. Bir dənə başınızı qaldırıb səhifəyə baxardınız da, hansı səhifə deyil. İkincisi də düşsün də, canlı qalxanda nə olur? Başqa vaxtı girib hamının canlısının altına yazırsınız, TikTok adam poxa salır, zibilə salır. TikToka girən heç kim yarmadı, hə, düşsün də. Elə sən bütün videoların altında varsan Aynur, maşallah, yaxşının da pisin də. Elə bir çox bekarsan, aşkım sən. Bildim, şükür. Həm də abişniklər mənim səhifələrimi də vururlar, biləsiniz. Vursunlar da. Mənlə nə qədər əlləşəcəklər, Allah da onlarla əlləşəcək. Çünki mən bir qız bürcüyəm. Mənə dəyəni Allah dəyir. Məni sındırmaq istəyənə Allah məndən qabaq sındırır. Qurana da əlimi basaram. Mənim həqiqətən bürcümlə əlaqədərdir. Nə ilə əlaqədərdir bilmirəm. Məndə var da o. Mənə dəymə. Mənə dəyəni Allah dəyir. Tək mənə yox ya, haqsız kim kimə sataşır, kim kimin haqqına girir, Allah verir cavabını. Ona görə də burada gəlib mənə ağzınıza gələni yazanda elə bilməyim, mən sizi görmürəm, amma Allah sizi görür. Təkcə mənə yox, kiməsə girib haqsız yerə ağzınıza gələni yazmayın. Sizi biz görməsəydi Allah görür. Asan da o əllərini işlədib kiməsə artıq sözlər yaza bilərsən, amma o Allaha cavabını vermək var. Sizi demirəm Aynur, ümumiyyətlə danışırım. İyilisən, yəqin çox iynətmişəm sənə. Bu dünyada ən gözəl şey halallıqdır. Kiminsə kimdəsə haqqı varsa, o çox pis şeydir. Və mənim halallıq verməyəcəyim insanlar var. Allah and olsun. O hamıda var, tək məndə yoxdur. Amma mənim halallıq verməyəcəyim sırf 1-2-3 nəfər var. Həyatı boyu da vermərəm.
Kimisə kimdəsə ahı qalmağı çox pis şeydir. Allah and olsun. Bəlkə də məndə də var. Halallıq verməyən ahım qaldığı insanlar, amma mənim də var. Canlı düşüb tamam. Hə, düşüb dıkı. Nə də heç kəsə qarğış eləməyin. Mən 33 yaşım var. Mən yaxın bu 1-2 ildə dərk elədim ki, qarğış eləmək yaxşı bir şey deyil. Əgər həqiqətən kiminsə kimdəsə haqqı, kimsə kiminsə haqqına girirsə, o gözəl Allah cavabını verir. Ən gözəl cavab Allahın verdiyi cavabdır. Oturun, səbr eləyin, gözləyin Allah versin cavabını. Heç vaxt kiməsə qarğış eləməyin. Əvvəl mən də eləyirdim. Bu yaxın 3-4 il, 2-3 il ərzində gördüm ki, yaxşı bir şey deyil. Görmelisin, gelmelisin. Sen bu aşkı bazen bilmelisin. Başkalarının adını yazmayın mənim çatıma uşaqlar. Mən elə insanlar maraqlı deyil. Elə insanların da haqqında nə pisinə, nə yaxşısına mənim çatımda yazmayın. Kim kimdə özü bilər. Mənə adiyyatı yoxdur. Dişim ağrıyır. Ərnirəm gedib o dişimi çıxartdırmağa. Qorxumla ki, dişimi, arxa dişim elə pis laxlayır. Qızlar, bu səhifəyə takip atmayanlar takip atsın da. Bu səhifə o gün elə qəşəng düşmüşdü kəşfətə. Yenə 1 saatdır buradayam. Cəmi 5K düşüb kəşfətə. Çox azdır. Çünki bu səhifəni vurdurublar bəziləri. Nəysə, Allaha həvalə edirəm, boş verirəm. Yenə də. İş səhifəmdə vurdururlar ki, mən buradan çörək qazanmayayım. Amma mənim verişilir vecimə deyil. Salam, salam. Görmelisin. Nə yazıb? Vurdurmurlar, baxan yoxdur. Vurdurmurlar, o da ola bilər. Əsas odur, sən baxırsan. Klonu çıxart. Nə yazıb? Başa düşmədim. Klonu çıxart nə yazıb o? Nə yazmışdı uşaqlar? Görmelisin, görmelisin. Sefi deyir. Hə, nə yazdı? O dalı nə yazdı? Başa düşmədim. Sığma, necəsən? Çox sağ ol aşkım. Bu iş səhifəmdir. Bura şey eləməyin. Neyse yazdı. Klonu çıxart. Əşrəf nə bilim nə. Heç vaxt Zeynəb. Onların adı mənim çatımda yazmayın. Həyatı boyu. Adların yazmayın çatımda. Görmək istəmirəm. Yoxsa blok atacağım sizi. Əşrəf dönsün yazmışdı. Hara dönsün Əşrəf? Sizdədir. Yazıb ki, klonu çıxartmısan ki, Əşrəf geri dönsün. Əşrəf hardadır ki? Hardadır ki, dönə? Sizdədir. Əşrəf elə qaldığı yerdədir, sən narahat olma.
Gedib ki, geridə dönə. Ki, sən boş ver. Çatmır həqiqi bəzilərində. Sepi taxmışamsa, deməli, həyatımdadır da. Həyatımda olmadığı insan necə sepini taxa bilərəm, xanım. Klon gözəldir, çox sağ olun. Hə də elə də ciddi dedin ki, deyəndə elə dedi ki, əmin qayıtdı. Dedim, yəqin haçansı gedib bunlarda oturub, çıxıb gəlib, bu da deyir qayıtdı. Bu deyəsən qapını açıq qoyub ki, onun bu kişisi girsin bunlara. Elə əminliklə danışdı ki, bu yəqin kiminsə nəyinsə taxanda geri qaytarmaq üçün taxır. Deyir ki, sepi gördü ki, sepi taxımısan ki, Əşrəf dalı qaçır. Dəxlisiz söhbətlər edir. Nə aidiyyatı var? Hardadır ki, dalı da qayıdır? Tanımır, bilmir nədir, nəçidir, giş-giş danışır. Həm də o söhbətin bura nə dəxli var? Mənə o çatmadı. Kızlar, bu səviyyəyə taşı olacaq. Estağfurullah. Artıq əsi yazmayayım bura. Takip atanda. Hə, bu səhviyyə nə olar? Qızlar, takip atında. Bu səhvə mənim səhvəmdir. Burada 2 gündən bir 1-2 saat canlı açıram ki, səhvə aktiv qalsın. Akşam öz səhifəmdə 12:00-da açacağım. Neçə kilo olsan? 59 kilo. Saat neçədir? 1 saat tamam olsun. Yatıp kalıram, ona görə açmıram aşkım. Saçımı bilmiyorum, saçımı ama çolkam tam uzansaydı. Arada meylimi salıram qaynağa, sonra deyirəm yox, uzadıram da neyinirəm. Səbrim yox deyil. Oxu çata pis yazırlar, yazsınlar da. Hamı yaxşı yazacaq məcburiyyətində deyil ki, hər kəs öz evinin tərbiyəsini. Burada hamı tərbiyəli ev uşaqları deyil. Burada küçük uşaqlar da var, mədəniyyətsizlər də var, 1 manatlıqlar da var, 5 manatlıqlar da var. Özünə hörmət eləyən də var, eləməyən də var. Ona görə elə hər yazılana durub nəyə fikir versin. Getdi o səssizə, cavab verməyin ona. O məqsəd odur ki, ona cavab verək, düşək zibilə. Olələrinin tələsinə düşməyin uşaqlar. Uşaq deyiləm mən. Onlar uşağa qədər söylər ki, mən ağzımdan artıq söz çıxsın, onu da görməyəcəklər. Kimdir ki, onlar mən onlara cavab verim? Vızılladı, getdi səssizə. O öz evində öz körpəsini soyan məxluqdur. Başqaşmı? Söda, vızqırtdı. Getdi öz yolun. Atırsan səssizə, söda. Yanırlar. Bilsən niyə? İstədikləri olmadı. Başa düşdü. İstədikləri yerdə deyiləm. İstədikləri olmadı. İstədikləri kimi məni zibilə sala bilmədilər. Planları baş tutmadı. Deyir, sən saydığını say, gör fələk nə sayır. Fake hesabla gəlib yürənlərə baş qoşmayın. Baş qoşmayın. Zeynep, sən də çatır. Sən başında çatmırsa, deyirəm, biz sənə göndərə 1-2 kurs müalicə al. Kiç-kiç nəyə ad yazırsan? Səviyyəsizsən sən. Sən başında çatır. Xəstəsən sən, nəsən, səndə çatır, vəfşdə. Biləm də fake'dir.
Mən də hayda, bu da hayda. Lamoş mənim kimi qocalır. Qocalıram. Ola bilər. Sənə demir. Samir. Yox. Arvadıvın. Səndən qabaq. Əvvəl gənc idin. Hə, indi qocalmış. Salam, salam. Görmelisin, bilmelisin. Üzündə çirkdir elə bil həmişə. Çirkdir də. Elə bil yox, elə çirkdir. Qoca görsənsin. Neçə görsə? 60 görsərəm. 55 göstərim bəsdir. 60 göstərirəm, 55. 69, hə, o pisdir də. O pisdir bə. Mən qoca görsənirəmsə, mənim yaşıtlarım onda 70 göstərir. Sən mənim yaşıtlarımla məni TikTokda yan-yana bir dənə götür qoy. Gör qoca görsənirəm, yoxsa yox. Yoxsa əksinə. Mənlə yaşıd olanları bir dənə götür qoy TikTokda bir yan-yana. Sonra danışarıq səndən bu haqda. Görsənəndə də problem yoxdur. Nə olar ki, qocalmaq hər adama qismət olmur. Görmelisin, bilmelisin. Durum gedim ya ay qızlar. Otursam otura qalacağım. İşlərim qalıb yarımçıq. Çolkam uzansaydı. Çolkamı istəyirəm gəlsin, çıxsın bura. Saçımla bir yerdə atım arxaya. Giç kimi çolkamı necə kəsmişəm. Bambılıyam da. İndi qalmışam əlində uzada. Uzanmaq. Uzanır. Çolka saça baxanda gec uzanır. Dəhşət gec uzanır. Əsəb keçirdirəm. Kiprimi nə günə qoymuşam. Görmelisin, bilmelisin. Ay, çox istidir. Görüm takip elədiniz. Mən qaçım qızlar. Hə. Səhifəyə biraz da takip atın. Mən uçum. Axşam öz səhifəmdə açacağım. Buranı kim takip eləməyibsə takip eləsin. Sepə bax. Bax da. Gülməlidir. Səni də alsınlar, səni də gülək. Bu sepi sənə kimi tuşqalar başa düşməz nədir? Başa düşənlər yazır, nə qəşəyindir. O sənə kimi baxlağa qoyub gülənlər başa düşməz nə deməkdir. Başa düşməyivə çox var hələ. Qaş öz qaşımdır ya. Öz qaşımda, amma forması xoşuma gəlmir, dəyişəcəm.
Et kimi yemək, siz də beləsiniz. Havadandır, heç hara getmək istəmirəm. Ancaq evdə yatmaq istəyirəm. Hava adamı yorur. Allah haqqı. Eləyəcəm qızlar. İstəyirəm gözümün üstünü götürüm. Göz çəkdirmək yox ha. Göz çəkdirmək yox. Gözümün üstü. Gözümün üstünü götürsəm çünki gözüm çox iriləşəcək, dəyişir. Ümumiyyətlə gözün üstünü götürəndə göz böyüyür axı. Ət bağlayır axı buranı, hə. İstəyirəm gözümün üstünü götürüm. Onda qaşımın forması da dəyişəcək. Qalxacaq yuxarı. İndi aşağıda axı. Bu belə. Gözümün üstünü istəyirəm. Hə, götürmək istəyirəm. Burası ağrılıdır, yoxsa yox. Qəşəng olar, bilirəm, yaraşacaq. Gözün üstü və elə bir bura yoxdur, bura dartılacaq. Göz iriləşir də, qəşəng görsənir. Elə. Ağrıtmır, mən elətdirdim. Əksinə göz düşür, qaş düşür aşağı. Kim deyir onu sənə? Elətdirənlərin hamısı elətdirib, çox da qəşəngdir. Yox, sənə səhv deyiblər. Yəqin yaxşı adam elətdirməyib o elətdirən. Gözü çəkəndə göz dartılır. Qaş da istər-istəməz də, o sənə kim deyir? Mən 4-5 il bundan, 2-3 il bundan qabaq getmişdim Azərin yanına. Azər məni götürmədi. Dedi, xanım, sizin ehtiyacınız yoxdur hələ elə şeylərə. Mən yadınızda gözümü çəkdirmək istirdim. Götürmədi məni. Bəlkə indi götürər. İki il bundan qabaq getdim, götürmədi məni. Niyə pis olur ki? Çox da qəşəng olur. Niyə pis olur? Hər şey pisə yazır sizə. Qəşəng olacaq. Mən çox elətdirmirəm usta. Nə elətdirirəmsə az-az elətdirirəm. Bu 20-20 kimdirsə çıxıb bu dəqiqə sənin cırğıb atacam da burada. Gözlərim dolmuyor. Mən də gözlərim qırmızı olur həmişə. Kipriyimi nə günə qoymuşam. Yolmuşam kipriyimi. Vay vay vay. 3 tane kipri saxlamışam gözümdə. Nəsə qızlar çıxdı. Axşam öz səhifəmdə açacaq görüşərik. Kipri öz kipriyimdə. Öz bir kipriyimi yolmuşam. Yolmuşam da əlimdən qopardıb çıxartmışam bambula kimi. Ben bu qoy bu qaşı qaldaqları atım bloka ki, mən arada bu səhifədə açanda bunlar ümumiyyətlə heç gəlməz. Deyəm mi dəqiqə? Bu mənim iş səhifəmdir. Müdiriyyət özü deyir ki, xahiş elə burada artıq yazanlar saxlama, qoy geçsinlər bloka. Deyən görüm. Görmelisin. Deyən, bunlar atım bloka ki, gələn dəfə gəlməsinlər. Səhifəyə də ziyandı bunları söyüş.
Sevgili sen de davay bas bayra balam. Все. Takip elədi hamı uşaqlar. Salam salam. Sepi kim verib? Atom. Niye kefin yoxdur? Bu qız əmrə pinti kimi görünür. Neynəsə də alınmır. Bunda səliqə qəşəng görünmür. Hə, Banu çox sağ ol, oldu. Bas bayra. Ki sən də fızqır dedim, ikinci dəfə gələ bilmə. Banuşum. Davay, bas bayra. Bas bayra, bas bayra. Paxıllıq içinizdən vurur çölünüzə, çölünüzdən də vurur əlinizə, əlinizlə də məcbur yazırsınız bura. O qədər paxıllanırsınız ki, yazmaq məcburiyyətində qalırsınız. İnan Allah'ı becər görsəmsəm yazmazdım. Ürəyimi partladıram. Can, gözəlimdir. Qocalmısan. Hə, yaxşı. Anon da qocalıb. Qapını aç, bassın bayra. Qocaları daşqalaq eləyin. Aç qapını, anovu davay. Fır təfiyi çıxsın çölə. Sən elə 19-18 yaşında qalasın. Perovodu dönməyəcəksən. Sən elə kapotun dağılmayacaq. Elə necə var, elə də qalacaq səndə. Sən də bas bayra. Hı. 20-30 yaş qocadır. Bunlar üçün qocadır aşkım. Bunlar yəqin 60'ı şey 32-33 yaşı qoca sayırlar bunlar. Heç bizim yaşında olan qızlar var ki, ərə getməyib hələ. Onda onlar həyatdan küssünlər. Heç bu yaşda hələ ərə getməyib doğmayan qadınlar var. Saat neçədir qızlar? Niye pis yazıb qəlb qırırsınız? Onlar kimdir ki mənim qəlbimi qırsın? Mən heç onları aşkım hərrəmirəm də. Artıq yazanayı bilmək istəyirsənsə vallahi mən heç onları heç. Tualetdə oturanda yadıma düşürlər, yadışmırlar ki, kimsə mənə yayında belə yazmışdı. Bekarsan. Görmelisin, bilmelisin. Ayşe çok sağ ol. Bu mənim iş səhifəmdir qızlar. Bura takip atarsınız da minnoşlarım. iPhone'dan da neydendir? Qabaq kameradandır. Üz-göz niyə işə düşür? Mənim həyatda üzüm çox balacadır, Qurana and olsun. Getdim qızlar, takip elədiniz. Mən bağlayıram ucu. Akşam öz səhifəmdə açacağım. Bir tane sizdən xahişim bu səhifəni takip eləməyənlər. Takip eləsin. Saçlarım uzanır ama tam istədiyim effekt deyil hələ.
Qaynaq da eləmək istəmirəm. Amma 1 ilə tam istədiyim effekti alacağım. Sizcə səbr eləyim 1 il. Bir ilə istədiyim effekti alacağım 1 ilə. Elə tez uzanır amma da istədiyim effekti də bu 2-3 ay ala bilmərəm. Axı vaxt aparır saç uzanmaq istər istəməz. Qalınlaşmağı, uzanmağı, yerin tutmağı ən azı 1 il çəkəcək. Uzanır amma hələ tam istədiyim kimi deyil. Başa düşdünüz də nə mənada deyirəm o. Qaynaq qoyanda saçın qəşəng uzun abyom görsənir, o saçdan danışıram. Dişim ağrıyır. Sepniyə ilə qalıb. Sizdə də elədir. Arada makyaj üzümə oturmur. Arada makyaj elə qəşəng görsər. Arada oturmur üzümə. Tək deyilsən, onda hamıda elədir. Bir də görsən, üzümə oturmur. Əsəb keçirdirəm, istədiyim kimi qalmır. Saçım da bir də görsən istədiyim kimi qalmır. Bir də görsən evdə oturam elə qəşəng görsərim. Çölə bayıra çıxanda bilmirəm niyə. Mən dağınıq topuzu çox sevirəm. Saçı hardan gəldi yığanda. O hər adama yaraşmır, amma çox qıza yaraşır elə. Bildiniz də necə saç deyirəm. Çox adama səliqəli yığım yaraşmır. Dağınıq yaraşır üst formasına. Bilmirəm niyə elədi. Mənim üzümə dağınıq saç yaraşır. Oradan buradan töküşdürmək. Mənə səliqəli saç yığmaq yaraşmır. Dağınıq topuz daha qəşəng yaraşır mənə. Səliqəsi çox qəşəng yaraşır mənim üzümə. Mən səliqəli yox, səliqəli yaraşmır mənə. Səliqəli yığım pis göstərir üzümə. Amma oradan buradan töküm töküşdürüm qəşəng görsənir. Dişlərimi dentist Rıza düzəldib. Qızlar özü kreditlə də eləyir. Çox qəşəngdir. Bu gün mənə bir dənə qız gördü. Dişlərini bir dənə kimsə düzəltmişdi. Ayol o qədər qızın dişini bərbad günə qoymuşdu da. İğrənc də. Hər ustanın yanına getməyin. Həqiqətən də Rıza çox qəşəng həkimdir. Dentist Rıza yazın çıxacaq. Mənim adımı verin Instagramdan, nə bilim, Xırdalanda işləyir. Apekdə deyəsən. O çox qəşəng usta, həkimdir. Dişi də səliqəli yığır özdə. Hər adam dişi qəşəng yığmır ha. Mən görmüşəm də yığanlardan bərbad nə gündə. Dentist Rıza yazın. Kreditlə deyir. İlkin ödəniş bilmirəm. Nə qədəsə verirsən, qalanında aylıq. Çox qəşəng gelirdi o. Yəni yığsaz ona yığın dişlərimizi. Yəni içildi, 4 ilə keçir. Mən onu elətdirmişəm, çox qəşəngdir. Mənim arxa dişlərim zirkon deyil. Mən 10 aşağı 10 yuxarı dişim eləmişəm. Yəni mənim arxa dişlərim zirkon deyil. Öz dişlərimdir. Amma Rıza qəşəng həkimdir həqiqətən. Belə həkimdir.
Yəni yalan durum danışım deyim, yox, həqiqətən super həkimdir. Özü 15 günə dişi təhvil verir. Dentist Rıza, üzvü şişirtmisən. Yalansız məni kimi üzün şişsin, ay Eliş qaş. Əvvəl qadınlar qızların haqqına girirdi. İndi kişilərin əksəriyyəti qızların haqqına girir. Bəziləri bizdə arvadlaşma, matişkələşmə, kişilikdən başqa hər şey var maşallah. Əvvəl kişilərin əksəriyyəti oturub nerede oynayardı? Özlərindən danışardı. İndi arvadlardan danışırlar. Elə bil ki, arvadlaşma gedir bəziləri bizdə, matişkələşmə gedir elə bil. Kişilərin əksəriyyəti yorumda elə sözlər yazır. Elə bilirəm ki, Allah and olsun qadındılar da yəni. Üzvü şişirtsin. Nə bilirsən üz şişirtmək nə deməkdir? Çox şişirtmisən. O mənim üzümün şişməyi allergiyadandır. O gedib gəlir. Onu da sağalmağı bir çay qalıb. Tam sağalacaq. Tam sağalacaq. Vaxtında dərmanlarımı, müalicələrimi eləsəm, hə, eləməsəm yox. O da bizim bacımız. Yoxdur burada mənim bu kişilərin qadın işinə başını soxmaqdan heç xoşum gəlmir. Mənim xarakterim belədir. Xoşlamıram kişi qadın işinə burnunu soxanda. Yəni sevmirəm elə şeyi. Kişisə kişi işivə qarış. Öz işivə qarış, özündən danış. Cırıq corabından danış. Nə bilim işindən danış. Instrumentlərdən danış. Yəni qadınların işlə nifrət edirəm də, xoşum gəlmir. Zəhləm gedir. Sevmirəm. Matişkə kişi xoşlamıram mən. Matişkə kişi başımın daşıdır. O qədər ər xətrinə ərə gedib yanında matişkə kişi daşıyanlar var ki, elə ərə getməyə nə var ki? İtə tökdü küçə. Mən matişkə sevmirəm. Kişinin bir ağırlığı olar. Xoşum gəlmir mənim. Bu da niyə şey gəldi? Kısıtlama gəldi. Qoy bildirimi dal eləyim. Gəlir yazır, üzvü şişirtmir. Kişi sən kişi işvə qarış. O gün biri yazır, qaşlarını neynəmsə, qaşları niyə belə qəribə qalır? Sən neyvə lazım? İndi kişilər qızlardan çox bilirlər. Qız qaşını alır, almır. Qızın qaşı permanentdir, yox da sapla alır. Kosmetologa gedir, getmir. İğnə vurdurur, nə olub? Neyvə lazım? Nəyə burada yazırsan? Elə bil arvadıyam mənim işimə qarışır. Bir arvadı olan, sevgilisi olan deyən dərd yarı. Gəlir yorumda ağzına gələni yazır. Siz arvadlarına bu qədər qarışmırlar. Kızlar, səhifəyə takibatını qaçıram mən. Atmayanlar bir dənə bu səhifəyə takip atsın da. Dişim ağrıyır, yenə tutdu dişimin ağrısı. Damağım buradan elə pis ağrıyır, elə pis ağrıyır. Heç nə yeyə bilmirəm də. Dəyir dişimə, ölürəm də ağrıdan. Ciyim qalxır göyə. Elə pis o nervili dişə nəyinsə dəyməyi. Canımın dərdindən getmirəm həkimə, iynə vuracaq. Arxa dişlərimi çıxartıb düzəltdirmək istəyirəm. Çox pis. Nimesillə, qarqara ilə yola verirəm, amma oja yola veriləsi bir şey deyil. Çox pis ağrıyır. Çox pisdir. Buralarım şişib. Belki də üzüm də ona görə şişirir, vurur üzümə. Ondan olar üzümdə qızlar. Ağrıyan kimi üzüm şişə bilər. Çox pis ağrıyır üzüm. Buramdır. O buralarım. Şişir, qarqalı eləyirəm, nimesil içirəm. Ağrı kəsir, amma tutur da yenə də. Canımın dərdindən həkimə gedə bilmirəm. Qorxumdan getmirəm, iynə vuracaq. Hə, 2-3 aydır beləyəm, yola verirəm. Nimesillə yola verirəm, qarqara ilə yola verirəm. Amma yola veriləsi bir şey deyil də, dözə bilmirəm ağrıya.
Və buram elə bir çirk eləyib, damağım şişir. Bir də buram. Hiss edirəm ha. Şübhə. Yox, dişim nə çıxacaq? Buradan laxlayır dişim uje. Mən arxa dişlərimi düzəltdirməmişdim axı. Arxa əzən də. Hə. Buralarım şişib. Bu hissələrim. Damağım əl vura bilmirəm. Vəznədir. Buradakı dişimdə laxlayır uje. Bir dənə belə eləsəm çıxacaq. İmplantı nə edirəm? Getməliyəm ha. Gedim gərək nervimiz adımı çıxartsın. Sonra bunları çıxartsın. Düzə bilmirəm. Olsa geçsəm Rızanın yanına gedəcəm. Onun əli yüngüldür. Yox, mənki dərman içməkdən keçib. Dişlərimə müalicə lazımdır. Müalicə lazımdır mənə. Neyse kızlar, kaçtım ben. Takip için çok sağ olun. Akşam öz səhifəmdə 12'də açacağım. Hə, bu 3 mərtəbənin səhifəsidir. Gedim qarqara eləyim, biraz ağrım kəssin. Yoxsa belə işə gedə bilməyəcəm. Tabak getdim. Açacağım ama canlını çoxlu tıklamalısınız. Bir də paylaşıb beni sev atmalısınız çoxlu. Yəni səhifənin aktivləşməyi sizdən də asılıdır. Eləyəcəksinizsə açacağım 12'də. Eləməyəcəksinizsə yox. Daha burada olasınız. Yox, bu mənim iş səhifəmdir. Bu mənim iş səhifəmdir. Burada game falan paylaşırım. Öz səhifəm deyil. Açıram ki aktivləşsin burada. Tamam, akşam 12'də Laman Yedəkdə görüşərik. Laman Yedəkdə də mənim öz səhifəm odur. Düzəltməyə çalışıram. O bursa telefona nömrə zat yazmağa çalışıram. Getdim hələlik qızlar. Tamam, akşam görüşərik. Amma xahiş edirəm də aktiv paylaşaq, beni sev ataq ki çoxlu. Bir ay eləməliyik ki səhifə əvvəlki aktivliyinə qayıtsın. Biraz sizi yoracağım amma səhifəni düzəltməliyik. Öpdüm hələlik.